Salam əziz müəllimlər, hamınızı xoş gördük bir daha. Bugün mən sizə yenə müsahibədə verilən bir neçə sualın izahını vermək istəyirəm. Və buradan mənə müdavimlərin atdığı deməli suallara əsasən baxıram. Məsələn, həmişə deyək ki, fərqli suallar çox azdır. Davamlı şəkildə eyni standartla bağlı, refleksiya ilə bağlı, meyarlarla bağlı verilən suallardır. Ona görə də əziz müəllimlər, heç də qorxmağa, heç də çəkinməyə, həyəcan keçirməyə heç bir əsas yoxdur. Əslində siz bunların hamısını bildiyiniz bir suallardır, bildiyiniz bir şeylərdir. Və bir də onu bildirmək istəyirəm ki, əgər bu günə qədər kimlər müsahibə mərhələsinə hazırlaşmayıbsa və çox narahatdır ki, mən heç hazırlaşmamışam, heç bir qrupa qoşulmamışam, necə edəcəm, təqdim etməm hazır deyil, icmalım hazır deyil deyən müəllimlər yaxın əyləşsin və mənim bu videomu dönə-dönə izləyin, əziz müəllimlər. Biz sizə hər tərəfli müsahibə mərhələsinə hazırlıq üçün hər tərəfli dəstək olmağa hazırıq və bizim şok endirimlərimiz var. Həm fərdi dərslərimin qiymətində endirimlər etmişəm, həm qrup dərslərimin deməli qiymətində endirimlər etmişəm. Kimlər faydalanmaq istəyirsə bu endirimlərdən, müsahibənin son günləridir. Bu endirimlərdən kimlər faydalanmaq istəyirsə, YouTube üzərindən telefon nömrələrimizlə əlaqə saxlayıb bizlərlə dərslərimiz haqqında geniş, ödənişlər haqqında geniş məlumat ala bilərlər və ödənişlərə daxildir materiallar sizə göndərəcəm. Hazır şəkildə PDF formasında icmallar, konstruktiv rəylər, ondan sonra təqdim etmənin, özünü təqdim etmənin yazılması, icmalların yazılması, psixoloji sualların, kurikulum suallarının necə cavablandırılması hamısını istiqamətləndirəcək. O deyək ki, 17-si müsahibə bitir. 17-sinə qədər bugündən qoşulan müəllimlər 17-sinə qədər hər gün deyək ki, dərsdə olacaqlar və hər gün deməli bizim bu materiallarımızdan, bizim dərslərimizdən faydalanıb müsahibəyə hazır şəkildə gedə bilərsiniz, əziz müəllimlər. Ona görə sizləri də bu endirimdən bəhrələnməyə çağırıram və kimlər indiyənə qədər hazırlaşmayıbsa, buyurub bizim qruplarımızda, bizim dərslərimizdən istifadə edə bilərlər müəllimlər. Və eləcə də əziz müəllimlər tək dərslərimizə qoşulmadan da həm icmal əldə edə bilərlər, həm təqdim etmə əldə edə bilərlər və dərslərimizə, canlı dərsimizə qoşulmadan materiallarımızı da əldə edə bilərlər. Və bundan əlavə bir də mən sizə bildirim kurikulum dərslərimiz haqqında da məlumat verim ki, müəllimlər, inşallah oktyabrın 17-sindən sonra da kurikulum təlimlərimiz başlayacaq və növbəti sertifikasiya imtahana gedən müəllimlər üçün deməli təlimlərimiz başlayacaq. O təlimlərimizdən də deməli qoşulub onlardan da faydalana bilərsiniz müəllimlər. Deməli belə müəllimlər və bu sualımıza keçək. Ümumiyyətlə alt standart nədir soruşublar? Alt standart hazır dövlət tələbidir. Bilik və bacarıq hissəsindən ibarətdir. 2 hissədən ibarətdir alt standart. Bilik və fəaliyyət, bilik və bacarıq. Yəni bizə verilən hazır dövlət tələbidir alt standart. Alt standarta əsasən biz təlim nəticəmizi müəyyən edirik və orada da bunu belə qeyd edə bilərsiniz. Və sonra burada refleksiya ilə bağlı soruşulub. Refleksiya nədir deyəndə, refleksiya başa çatmış prosesin şuurda inikasıdır deyə bilərsiniz. Refleksiyanı biz 3-2-1, çıxış bileti, cümlə kökləri, müsahibə, sorğu və s. üsullarla apara bilərik. Və burada da qeyd edə bilərsiniz ki, məşhur alim Edmund Burke demişdi ki, şagirdə refleksiya etməmək sanki qidanı çeynəmədən udmaq deməkdir və bunu burada da belə vurğulaya bilərsiniz müəllimlər. Sonra qiymətləndirmə meyarı haqqında soruşublar. Qiymətləndirmə meyarları əsasən deyəcəyik biz təlim nəticəsini əsasən müəyyənləşdiririk və qiymətləndirmə meyarı yəni nədir? Ümumiyyətlə qiymətləndirən zaman şagirdlərdən nə gözləndiyini, bilik bacarığı necə qiymətləndirəcəyi barəsində şagirdə aydın təlimat verən, yəni bir deyək ki, prosesdir ki, mən bu dərsdə mən şagirddən nəyi gözlədiyimi aydın şəkildə ona çatdırmalıyam və onun bilik bacarığını necə qiymətləndirəcəm? Bu 45 dəqiqədə şagirdin o bilik bacarığı necə qiymətləndiriləcək? Şagirdə onun haqqında aydın təsəvvür yaradıb məlumat verirəm, onu təlimatlandıram ki, bax bu prosesə görə siz qiymətləndiriləcəksiniz. Təlim nəticəsini də biz dərsin əvvəlində elan edirik, qiymətləndirmə meyarlarını da əvvəlcədən elan edirik. Təlim nəticəsini ona görə elan edirik ki, şagird bilməlidir ki, bu 45 dəqiqədə dərsin sonunda hansı bilik bacarığı onda formalaşacaq?
o yiyələnəcəyi bilik bacarığı bilməlidir. Bu bilik bacarıq onda formalaşacaq. Şagird biləndə ki, nəyi öyrənəcək, hansı bilik bacarığa yiyələnəcək, öyrənmə onun üçün effektiv olacaq. Yəni təlim nəticəsini elan etməmək sanki şagirdi tanımadığı bir yola ötürmək deməkdir. Uşaq baxacaq sağa, baxacaq sola, hara gedəcəyini bilməyəcək. Amma təlim nəticəsi elan olunmuş dərsdə müəllimlə şagird özü üçün yol cızacaq, strategiya müəyyənləşdirəcək, metod, mən bu məqsədimə çatmaq üçün nə edəcəm? Hansı yollarla mən bu məqsədimə daha rahat çata bilərəm? Hansı üsulu seçsəm mənim öyrənməm daha effektiv olar? Və s. Yəni bax bunu orada da geniş formada belə danışa bilərsiniz müəllimlər. Və meyarı niyə elan edirik? Onu da sizə deyim. Meyarı ona görə elan edirik ki, şagird bilməlidir ki, bu gün onun bacarığı hansı qaydaya əsasən qiymətləndiriləcək və onun bilik bacarığı necə qiymətləndiriləcək və mən şagirddən nə gözləyirəm? Bax bu da qiymətləndirmə meyarıdır. Sonra soruşulub ki, deməli bir dənə bunu izah vermək istəyirəm. Uşaqlarda emosional inkişafı necə edirsiniz? Əslində bunu mən düşünürəm ki, bilmirəm sual tam olaraqmı belədir, yoxsa emosional intellekt də var imiş orada. Amma bunu mən emosional intellektlə əslində əlaqələndirirəm. Ümumiyyətlə, emosional intellekti biz şagirdlərdə inkişaf etdirməliyik. Daniel Golemanın nəzəriyyəsinə əsasəndir bu nəzəriyyə və şagirdlərdə özünü ifadəyə şərait yaradacam. İstiqamətləndirici suallar verəcəm. Ona dəstəkləyici mühit yaradacam. Şagirdlərdə empatiya hissini formalaşdıracam. Məsələn, onlara deyə bilərəm ki, məsələn, istiqamətləndirici, emosiyalarını idarə edə biləcək suallar verərəm. Sən nə hiss edirsən? Bax, bu davranışının səbəbi nədir? Səncə siz bir-birinizi düzgün başa düşmüsünüz? Bax, bu kimi suallarla verməklə biz şagirdi istiqamətləndirə bilərik, onlarda empatiya hissini formalaşdıra bilərik və beləliklə şagirdlərdə emosional intellekt də formalaşmış olacaq, əziz müəllimlər. Belə, əziz müəllimlər, növbəti videolarımızın davamını olmasını istəyirsinizsə, kanalıma abunə olmağı, şərh yazmağı, paylaşmağı və bəyənməyi unutmayın, əziz müəllimlər. Və bizim müsahibə dərslərimizin son günlərində qoşulmaq, faydalanmaq istəyirsinizsə və müsahibəmizin şok endirimlərindən istifadə edə bilərsiniz. Həm fərdi şəkildə sizlərə endirim edəcəm, həm qruplara qoşulmaq üçün endirim edəcəm. Sizlərə və bu cür dəstək videoların davamlı olmasını istəyirsinizsə, qrupumuza deməli kanalıma abunə olmağı, şərh yazmağı və bəyənməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.